Rusiya dünyanın ən güclü tankı hesab olunan T-90 tanklarının böyük partiyasını İraqa göndərir. Rusiya mənbələri xəbər verir ki, iki ölkə arasında T-90 tanklarının böyük partiyasının alqı-satqısına dair müqavilə bağlanıb. Məlumatı jurnalistlərə Rusiya prezidentinin hərbi texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kozin açıqlayır. Müqavilənin məbləği 1 milyard dollardan çoxdur. Tankların sayı isə bir neçə yüzdür. Bu müqavilənin yerinə yetirilməsindən sonra İraq ordusu həm Rusiya, həm də Amerika tankları ilə komplektləşdirilmiş olacaq. Müasir Rusiya tankları T-90 İraq Müdafiə Nazirliyinin diqqətini Suriya və İraqda gedən hərbi əməliyyatlar zamanı cəlb edib. Bundan əvvəl İraq Müdafiə Nazirliyi 70 T-90 tankının alınacağını açıqlamışdı. Qeyd edək ki, Rusiya, İraq və Suriyada gedən hərbi əməliyyatlardan özünün ən yeni silah növlərini reklam etmək nəticədə onlara müştəri tapmaq üçün istifadə etdiyini gizlətmir. İraq ordusuna gəldikdə isə onu indiyə qədər əsasən Amerika silahlandırırdı. Vaxtilə Səddam Hüseyn dövründə İraq Rusiya silahlarının əsas müştərilərindən biri idi. Lakin Sovet dövründə İraqa satılan silahlar Amerikalılarla qarşılaşmada Səddamı xilas edə bilmədi.